Xoş gəlmisiniz. Xoş görüşdük. Özünüzü təqdim edin. Elvin Zeynalov, Araz Supermarket Kommersiya Direktorluğu, İdxal PL FMCG üzrə fəaliyyət göstərirəm. Neçə ildir işin içindəsiz? Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndislik İqtisadiyyatı İdarə Etmə fakültəsini bitirmişəm. Ümumilikdə 19 ildir işin içindəyəm. 2 ildir çalışmışam Premier Ltd şirkətində və Solu qrupda ümumilikdə 17 ildir fəaliyyət göstərirəm. FMCG sahəsinə gəlişiniz necə oldu və sizi bu istiqamətdə ən çox motivasiya edən nədir? 2009-cu ildən VSO-da çalışıram. Burada belə bir məsələ var ki, 4 ildir hardasa VSO-da satış təmsilçisi kimi çalışdım. 1 il hasilat şöbəsində çalışdım. Bir sonra 2014-cü ildə artıq qərar almaq istirdim ki, mən artıq sahədə çalışmaq istəmirdim. Yəni sahə işçisində çalışmaq istəmirdim. 2 təklif var idi. Biri bank sektorundaydı, biri də retail sahəsində idi və 2014-cü ildə retail sahəsini seçdim və Arazın satın alma departamentinə qoşuldum. Retail sektorunda FMCG sahəsində çalışmağın üstünlükləri və mənfilərindən bəhs edərdiniz. Retail sahəsində əslində satın alma olaraq fəaliyyət göstərməkdə bir fayda var ki, bütün qurumlarla çalışırsan. Yəni bura daxildir logistika ilə çalışırsan, maliyyə ilə çalışırsan, satışla çalışırsan və satın almada çalışdığın sürəcdə sən bütün bölümləri öyrənmək zorundasan ki, həm şirkətin satış yönlü istiqamətləndirəsən, həm də şirkətin karlılıq baxımından tam olaraq təmin edə biləsən. Mənfi cəhətləri yoxdur, sadəcə biraz stres ola bilər. Çünki çox dinamik bir biznesdir və çox böyük bir məsuliyyət var. Yəni bu gün sən satın almaçı olaraq verdiyin qərar şirkətin yaxın 3 aya, 6 aya, 1 ilini çox ciddi etkiləyir. Demək ki, bəyadan boşuna danışırıq da. Qlobal trendlərdən hansılar ölkəmizdə daha sürətli inkişaf edir? İndi hal-hazırda məsələn bir neçə kateqoriyalar var ki, Azərbaycanda öz tendensiyasını artırır. Yəni ötən illə bu ilin arasında çox böyük bir böyümələr var. Buna misal olaraq söyləyə bilərik. Sağlam qida, heyvan məhsullarını söyləyə bilərik. Donmuş qida məhsullarını, hazır qida məhsullarını söyləyə bilərik ki, bu kateqoriyalar üzrə ötən illərə nisbət daha çox böyümə var və son istehlakçı tərəfindən daha çox maraq var. Bu qədər dinamik sektorda gündəlik qərarlarınızı verərkən ən çox nəyə diqqət edirsiniz? Bax da, Nərmin xanım, bəzi şeylər var ki, tam konfidensialdır. Yəni böyük gəminin qərarını vermək çox çətindir. Və bu günlər verdiyimiz hər bir qərar yaxın 3, 6, 1 il ərzində şirkəti necə etkiləyəcəksə, onu öncədən bilməmiz lazımdır. Öncədən planlamamız lazımdır, öncədən hesablamamız lazımdır. Yanlış verilmiş bir qərarın həmən də biz ağrı acısını görmürük. Amma yaxın 2-3 aydan sonra o verilmiş qərarın illadakı bir etkisi olur, ya müsbət ya da ki mənfi. Doğru verilmiş qərarı illada bir müsbət rəqəmlərin görmüş olacaq. Yanlış verilmiş qərarlarda çox maalesef ki, şirkət burada itirir və dövrə böyük olduğuna görə itkilər də çox olur. Rəqəmlər böyük olduğuna görə sənin burada yanlış eləmə ehtimalın çox cüzidir. Düzdür, yanlış etməyəcəm deyə belə bir məqam yoxdur və yaxud da ki, fürsət yoxdur. İlladakı bir yanlışlığımız var, amma biz satın alma olaraq onun çox cüzi bir qismindən istifadə edə bilərik. O da bizim payımıza 2-3% düşür, amma işin %97-si doğru qərarların olması lazımdır. PL markalarının, yəni özəl etiketli məhsulların müştərilər üçün əsas üstünlükləri nələrdir? 8-9 il bundan öncə hardasa Azərbaycanda son istehlakçıların marka bağlılıqları çox idi. Yəni demək olar ki, insanlar ancaq tanıdığı, bildiyi məhsulları alırdı və bunun kənarında hər hansısa bir məhsul alışı demək olar ki, Azərbaycanda yox idi. Amma çox yaxşı ki, bu son dönəmlərdə artıq bir çox retail sahəsində çalışan, fəaliyyət göstərən markaların öz şəxsi private label'ları var, öz şəxsi markaları var və Araz da bu markaların içində qida və qeyri-qida üzrə 4 marka üzrə fəaliyyət göstərir. Qida sektorunda Taz və Master markası üzrə fəaliyyət göstərir. Qeyri-qida üzrə isə Bulun markası üzrə və yaxın gələcəkdə çıxaracağımız orta segment üçün Spark markası ilə düşünürük ki, fəaliyyət göstərmiş olacaq. Bu müştərilər nə verir? Öncəlik olaraq keyfiyyətlə paralel uyğun qiymət ki, əl çatan qiymət olur və paralelində marka bağlılığı, yəni müştərini həmən şəbəkəyə bağlılıq bir yaradır.
və paralelində şirkətin kar-mənfəət baxımından birbaşa istehsalçı ilə çalışdığı üçün digər distributor şirkətlərə nisbət daha karlı olur o məhsullar. Sizcə Azərbaycan bazarında özəl etiketli məhsulların inkişaf potensialı nə qədərdir? Mövcudun üzərində desək, bəlkə də bir 3-4 dəfə daha böyüməyə bir potensial var. Çox yaxşı istehsal eləyən bir çox istehsalçılarımız da var ki, onlar da zaman-zaman özlərinin və istehsalatını gelişdirirlər və bu həm bizim ölkə ixalat asılılığımızı müəyyən qədər azaltmış olur və dünya brendlərinə rəqabətçil ola biləcək məhsulları artıq biz piyasaya çıxarda bilirik. Arazın öz özəl etiketli məhsulları müştərilər tərəfindən necə qarşılanır? Əslində mövcud dövriyyəmiz var kateqoriyalar ki, məsələn qeyri-qida kateqoriyasında var ki, bizim üçün gözləntinin üzərindədir ki, misal üçün bizim şəxsi markamız orada çox ciddi şəkildə satış payı var və çox ciddi şəkildə bir satış dövriyyəsi eləyir. Amma var kateqoriyalar ki, orada bizim şəxsi markalarımız bizim gözləntilərimizin aşağısındadır. Və düşünürük ki, yaxın 2 il ərzində, 3 il ərzində şirkətin bir hədəf təyin etdiyi bir rəqəm var. Bir yaxın zamanda inşallah ki, biz o rəqəmlərə çatacağıq. Sadəcə bu bizdən tək qaynaqlı olan məsələlər olmur. Bayaqlar vurğuladığım kimi, yəni paralelində istehsalçılarımızın da bizim istəyimizə uyğun məhsul istehsal etmələri lazımdır. Düşünürük ki, bu sahədə çox ciddi şəkildə yatırımlar var və istehsalçılar da özlərini çox ciddi şəkildə gelişdirirlər. Yaxın bir 2-3 il ərzində artıq istədiyimiz bir səviyyədə bizim şəxsi markamızın həm dövriyyəsi, həm də ki görsəlliyi olacaqdır. Made in Azərbaycan məhsullarının Araz vasitəsilə daha geniş tanınması üçün hansı addımlar atılır? Yerli məhsulları kökənli bir şirkətik. Yəni ki, yerli istehsalçılara, yerli sahibkarlara çox ciddi bir dəstəyimiz var. Və hər hansısa bir keyfiyyət baxımından heç bir sıxıntısı olmayan, markalaşmağa doğru gedən məhsulların tanıtımı ilə bağlı Arazın həm sosial şəbəkələrdə, həm insert jurnallarında, həm məhsul planoqram yerləşməsində, həm satışında, həm təmsilatında, yəni bir çox sahələrdə çox ciddi şəkildə dəstək verilir. Və bu gün bir çox sahibkarlar, o bildirdiyiniz kimi Made in Azərbaycan olan məhsulların üzərində öz istehsalat həcmlərini və istehsalat sahələrini çox böyük bir miqdarda artırmış olurlar. Yəni Arazın bugünkü onlara verdiyi dövriyyə qarşılığında. Müştəri davranışlarına əsaslanaraq deyə bilərsinizmi, Azərbaycan alıcısı artıq özəl etiketli məhsullara əvvəlkindən daha çox güvənir və bu güvəni yaratmaq üçün hansı addımlar atmısınız? Səhv eləmirəmsə, 4 il bundan qabaq 2021-ci ildə ümumiyyətlə İdxal və PL departamentinə ayırdıq. Kommersiyada tam olaraq, struktur olaraq ayırdıq. Və demək olar ki, İdxal və PL-in satışda payı çox cüzi idi. Yəni ki, çox cüzi bir rəqəmlər üzərindən fəaliyyət göstərirdi. Yaxın bir 4-5 il ərzində bizim mövcud dövriyyəmiz hardasa bir 4 dəfə, 5 dəfə artıb. Və bunun üçün də çox böyük bir ekip var, çox böyük bir komanda var, çox böyük bir ezamiyyətlərimiz oldu. Bilirsiniz, yəni idxalat üçün gələk böyük bir sərgilərdə iştirak eləyəsən və böyük bir fabriklərlə çalışma müqavilələri bağlayasan. Və indi hal-hazırda da o ekip çalışır, fəaliyyət göstərir. Bu günləri ümumi idxal PL-in satışda payı tam istədiyimiz tərzdə də olmasa, amma vahid bir dövriyyəsi var ki, o da şirkət üçün qənaətbəxşdir. Yenə bildirirəm, yəni biz düşünürük ki, idxal PL ilə bağlı biz yaxın 2-3 il ərzində artıq şirkət gözləntilərinin üzərində olmuş olacaq. Onda bir bəlli bir səbəbləri var o yüzdən. Satın almada çalışmaq üçün 3 əsas xüsusiyyət hansılardır? Birinci olan öncəliyimiz güvən və etibarlılıqdır. İkinci öncəliyimiz analitika və planlamanın doğru düzgün olmasıdır. Hər günün sənin rəqəmi, köhnəyə olan datalar, bundan öncəki olan datalar və yaxın 1 ayda, 2 ayda, 3 ayda və il sonuna qədər olacaq rəqəmlərin planlaması mütləq şəkildə hesablama kapasitəsi olmalıdır satın almaçının. Düşünürəm, bu ikinci öncəliyimizdir ki, bir analitik, bir də ki, planlama bu bizim üçün çox önəmlidir. Üçüncü öncəliyimiz isə kommunikasiyaların qurulmasıdır. Kommunikasiyaların qurulması da empati qurmaqdır. Bilirsiniz, bazar tələb və təklifdən ibarətdir.
Bir tələbin qarşılanması üçün müştəri məndən nə istəyir? İkinci, təklif verən tədarükçülərimiz var ki, onlarla doğru düzgün kommunikasiyalar qurulmalıdır, müqavilələr bağlanmalıdır, danışıqlar aparılmalıdır. Və düşünürəm ki, üçüncü öncəlik yəqin ki, kommunikasiya olacaqdır. Bu sahəyə necə yönəlmək olar? Satışdan gələn satın almaçılar çox faydalı və effektiv olur. Yəni, var pərdənin ön üzü, deyək ki, bu satış tərəfidir. Yəni, satış işini görən distributorlarda daha doğrusu, yəni satış işini görən insanlar pərdənin arxa tərəfini yaxşı idarə edə bilirlər. Öncədən satış təcrübəsində olan insanlar alış tərəfində daha faydalı və daha effektiv ola bilirlər. Və o yüzden biz hətta satın almaçı əməkdaşları seçərkən ilkin öncəlik bizdə olur satışı bilən insanlar. Yəni ki, satışı bilən insanlar alıcını duya bilir ki, ona yaxınlaşmaq, ona məhsul satmaq hansı tərzdədir və hansı taktikalardan istifadə eləsəm mənim üçün faydalı ola bilər. Pərdənin ön üzünü bilən insanlar pərdənin arxasını daha rahat idarə edə bilirlər. Gənclərə tövsiyəniz nədir? Təbii ki, işini sevəcəksən. Bu öncəlik. Yəni, işini sevmədən gördüyündə bu səndə alınmaz və mənim bir prinsipim var. Olduğum nöqtədə hər bir şeyin detalını tam incəliyinə qədər ilkin olaraq özüm çalışıram, öyrəndim ki, idarə etdiyim komandanı doğru yöndə idarə edeyim, doğru yöndə töhfələrimi verim, hər bir işin detayını mütləq şəkildə həvəslə öyrənmələri lazımdır. Bu ilk aylarda çox çətin olur. Gənclərimizə də tövsiyəm olar ki, gördükləri işin detayını biləcəklər. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Təşəkkür edirəm, vaxt ayırdınız, zaman ayırdınız.